Deyirlər təzə vərdişim var Firəngiz xanım. Küsməyi öyrənmisən. Hə Firəngiz xanım. Sən də dünya turuna çıxırsan. Nurəddin bəy. Halbuki bu otaqdan o otağa keçməyə ərinərdin. İndi hansına görə incimisən? Getməyimə görə? Yoxsa səni aparmamaqmı? Heç birinə. Adam yerinə qoyub məni saymamaq var. Fikirləşdim ki, etiraz eləməzsən. Bax, bundan inciyirəm. Hər şeyi sən fikirləşirsən. Hər şeyi sən düşünürsən. Güya mən düşünə bilmirəm. Elə bil mən yoxum. Sən bu evin qapısından içəri girəndə hələ uşaq idin. Sən yorulmayasan deyənə hər şeyi özüm eləyirdim. Sən heç nə bacarmırdın. Sənin yerinə də mən özüm fikirləşirdim. Gözümdə elə qalmısan da. Kaş gözündə elə saxlamaqdansa məni böyütməyə, öyrətməyə çalışsaydın. Kaş. Dostlarım məni sənə yaraşdırmırdı deyə evdən çıxmırdım. Kaş məni yaraşdıraydın özünə. İllərlə gözünün içinə baxdım. Bir xoş baxış üçün. Ağzının içinə baxdım bir xoş söz üçün. Kaş mənə uşaq kimi yox, uşaqlarımın anası olaraq baxaydın. Kaş. Sən mənə gül kimi 2 evlad vermişsən. Həm də sən mənim anamın, atamın əmanətisən. Sən mənə baxanda ərini görürsün. Amma mən sənə baxanda səndən başqa 4 ən əzizimi, doğmamı görürüm. Bu cür şeylər mənim üçün ən dəyərlidir.